Salam değerli izleyiciler. Bugün sizlerle ışığın interferensiyası hadisesini göz gezdiririk. Ekranda da gördüğünüz gibi ekranda gösterilen bütün düsturların ispatını bu videoda size vereceğim. Əvvəlcə ışığın interferensiyası hadisəsi nədir? Işığın interferensiyası hadisəsi odur ki, iki mənbədən e, eyni fəzalı, yəni belə deyim, eyni sabit fəzalar fərqinə sahib olan iki eyni tezlikli şüa buraxılır və bir nöqtədə görüşən zaman həmin o şüaların bir-birini ya gücləndirməsi ya da zəiflətməsi bu işığın interferensiyası hadisəsi adlanır. Bu hadisənin baş verməsi üçün ən birinci şərt koherent dalğaların olmağıdır. Koherent dalğalar odur ki, hər iki dalğa eyni fəzalar, daha doğrusu eyni, yəni sabit fəzalar fərqinə malik olmağı və eyni tezlikdə rəqs etmələri lazımdır. Bu şərtlər ödənirsə bu koherent dalğalar adlandırılır. Təbii ki, bu indiki dünyada, yəni təbii ki, bu dünyada biraz çətindir eləmək. Yəni iki dənə mənbə götürəsən, bunlar eyni tezlikdə olduğunu bilmək olmaz. Ona görə bir mənbəyi bir yerdə iki ayrı şüaya ayırırlar, iki deşikdən. Daha sonra onları təzədən birləşdirmək üçün ekran qoyurlar qabağına. Beləcə həmin o interferensiyası hadisəsini realda tətbiq edib görmək olur. İndi isə gördüyünüz bir-iki düsturu sizə ispat eləyəcəm. Gördüyünüz iki ədəd situasiyamız var. Birinci situasiya minimumluq şərtini ödəyir. İkinci situasiya isə maksimumluq şərtini ödəyir. Buradan yazırıq. Liamla, 1 liamla, 2 liamla, 3 liamla və 4-cü liamla. Mən tez-tez yazacağam. Burada indi fazalarla da ifadə eləmək olar. 2pi, 2pi, 2pi və 2pi. Bunun üçün də yazacağam tez bir şəkildə. İndi isə minimumluq şərtinin ödənilməsi halına baxaq. Ən birincisi burada yazdığım şeylərə göz gəzdirək. Görürük ki, məsafələri yazmışam. Məsafələr fərqi nə qədər olmalıdır ki, bu minimumluq şərtini ödəsin yazırıq. Delta R bərabərdir. Görürük burada 4,5 liamlə var. Çıxırıq 4 liamlə. Bundan bunu çıxırıq. Bu da olur 0,5 liamlə. Daha sonra fazalar fərqi nə qədər olmalıdır ki, minimumluq şərti ödənilsin. 2pi, 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 8pi, buradan da 9pi. Görürük ki, pi fəzalar fərqinə malik olmağı bəhs eləyir. Daha sonra buradan o biri situasiya üçün də baxırıq. Bildiyiniz kimi buradan çıxırıq 0, delta fi də buradan hesablayanda yenə bu da 0 eləyir. Daha sonra bizim əsas bir dənə düsturumuz var idi. Sizə əsas ekranda göstərmişdim ki, o düsturu ispat eləyəcəm. İndi isə o düsturların isbatına keçək. İndi burada delta R minimumluq şərtini ödəməsi üçün bir məntiq işlətmək bəhs eləyir. O düsturu məntiqlə tapa bilərik. Bildiyimiz kimi müəyyən bir tərtibə sahib olan bir şey lazımdır. Əvvəlcə şərtlərimizi yazırıq. Görürük ki, buradan 0,5 liamla. Deməli, delta R bərabər olmalıdır. X tam ədəd nöqtə 5 liamla olduğu zaman minimumluq şərti ödənilir. Delta fi üçün də. Y pi. Buradan Y olmalıdır. Y çoxluğu tək ədədlərdir. Y tək ədədlər çoxluğudur. Bura üçün də yazırıq. Delta R bərabər olmalıdır. Buradan görürük ki, nə 0,5 var, nə də 1 var. Bu tam ədəd kimi götürmək olar. Yəni bunu yazırıq sadəcə x liamla. Tam ədəd olmağı bəhs eləyir. Daha sonra delta fi.
bərabər olmalıdır. Görürük. Bu da 0'dır. Amma burada bir dənə fərq olacaq. Tək ədəd yox, cüt ədəd olmalıdır. Yazırıq y pi. Buradan y bərabər olmalıdır. Cüt ədədlər çoxluğu. Yazırıq cüt ədədlər çoxluğu. Daha sonra düsturları dediyim kimi məntiqlə tapa biləcəyimiz qədər asandır. Əvvəlcə delta r-in minimumluq şərti üçün baxırıq. Nə ola bilər ki, bu minimum olsun, yəni x tam ədəddir, natural ədəddir və 0,5 olmalıdır. Yazırıq, liamlər bölünsün 2. Bunu biz nəyə vura bilərik? 2k vurulsun, yox, plus 1. Buradan da göründüyü kimi, bu arada k bərabərdir tam ədəd, natural ədədlər çoxluğu. Natural ədədlər çoxluğu. Buradan k natural ədədlər çoxluğudur. K-yı yerinə qoyaq. Məsələn 0 qoyduq. Buradan bura 0 gedəcək və 1 vur liamlə bölü 2, 0,5. Şərt ödənildi, ödənildi. Buradan 0,5. Yəni axırı nə olursa olsun 1. 1'ə vurub üstünə gəlirik, axırı 0,5 ilə qurtarır. Bu qədər asan. Daha sonra fazalar fərqi. Fazalar fərqi üçün isə düstur. Dediyimiz kimi y tək ədəd olmalıdırsa yazırıq. Liamla pi ilə qurtarmalıdır. Bu y-ın mötərizə daxilində y-ın ifadəsini yazırıq. 2k plus 1. Bu y-ın ifadəsi. Yəni 2k plus 1 həmişə tək ədəd olur şeyi. Yəni k natural ədəd olduğu zaman. Bunu da vururuq pi-yə. Daha sonra maksimumluq şərtinə keçirik. Mən də yoruldum. Delta r bərabərdir. Buradan görürük ki, delta r x. X hər hansı bir tam ədəddir. Yazırıq liamlə vurulsun tam ədəd. Tam ədəd k. K natural ədəddir də onsuz. Liamlə vur k. X k deməkdir burada. Delta phi bərabər olmalıdır. Görürük ki, pi y. Y ancaq cüt ədəddirsə biz nə edə bilərik? 2 pi k. Bu qədər asan. Dediyim kimi digər düsturların isbatına keçək. Buradan isbat elədiyim düstur var. Bunlar idi. İndi isə ən çətin mövzu. Mənim üçün asandır, amma sizin üçün biraz qəliz görsənə bilər. Y-max və I-max'ın düsturunun isbatı. Maksimum alınan nöqtələrdə dalğalar eyni, fəzada fərqli rəqs edir. Fəzada rəqs edir. Və yekun rəqslərin amplitudu y və intensivliyi i aşağıdakı kimi hesablanır. Ən əsas nöqtə. Buradan amplitud dedikdə mexaniki rəqslərdə olan metr vahidi ilə ifadə olunan amplitudu nəzərdə tutmur. Buradan amplitud dedikdə bildiyimiz kimi buradakı dalğalar elektromaqnit dalğaları kimi də ifadə oluna bilər. Və elektromaqnit dalğaların ətrafında perpendikulyar şəkildə elektrik sahəsinin intensivliyi və maqnit induksiyası olur. Burada həmin o amplitud odur. Və amplitud BSD vahidlərlə belə ifadə olunur. Volt bölünsün metr kimi ifadə olunur. I də bildiyimiz I kimi. I 1 saniyədə vahid sahədən keçən fotonların daşıdığı enerji. Bu da ki güc bölünsün metr kvadratıdır. Bu qədər asan. İndi isə mənim üçün asan olan hissə. Düsturun isbatı. Mən bunu necə isbat eləyə bilərəm? Biraz fikirləşəndə görürəm ki, mən bunu riyaziyyatdan vektorlar kimi ifadə eləyə bilərəm. Ən birincisi ilə mən koordinat sistemimi çəkirəm. Koordinat sistemimdə y və x. Yazırıq. Bu xətt olsun y1. Bu xətt olsun
y2 olsun. Və arasında müəyyən bir fəza fərqi var. Həmin o necə eləyə bilərik? Son ifadə buradan riyaziyyatda olduğu kimi paralelogram qaydasından istifadə eləyə bilərik. Biz bu gördüyünüz vektoru götürürük, qoyuruq bura. Gördüyünüz kimi əlimizdə bir dənə paralelogram qaldı. Əvvəlki xəttində çəkək, biraz pis oldu. Bura olur 180 çıx delta phi. Bizə bu xəttin tapılmağı lazım. Bu da y-dir. Baxın, bu y-max'ın düsturu deyil, bu ümumi y-nin düsturudur. Yəni bunu tapdıqdan sonra y-max'ı da tapa bilərsən, y-minimumunu da tapa bilərsən. Yazırıq, y kvadrat bərabərdir kosinuslar teoremindən y1 kvadrat plus y2 kvadrat. Buradan 180 çıx delta phi kosinusun daxilində açsaq belə bir şey olur. Mənfi kosinus delta phi olur. Buradan da kosinuslar teoremində mənfi plus olur. Plus 2 y1 y2 kosinus delta phi olur. Buradan y-max'ın şərti nə idi? Y-max'ın şərti o idi ki, delta phi fəzalar fərqi yalnızca cüt ədəd ola bilər. Cüt ədəd dedikdə olsun 2 pi, 4 pi, 0 da qoya bilərik. Kosinus 0 da 1 olur. Yəni biz yazırıq y1 kvadrat plus y2 kvadrat plus 2 y1 y2. Bu bizim düsturumuz. Daha sonra hər iki tərəfi kök altına salanda bu gördüyünüz kimi kvadrat tənlikdə bu ifadə bizə bunu verir. Kök altına salıb çıxaram, belə olur, yəni ifadə belə aşağıdan y max bərabərdir y1 plus y2 olur. Daha sonra minimumlar şərtinə baxaq indi isə kök altında. Daha doğrusu yazırıq, prama yazacağım. Y minimum bərabərdir. Buradan şərt nə idi? Delta phi olmalıdır. Yalnızca pi-nin qabağında tək ədəd. Pi-nin qabağında tək ədəd, məsələ pi ola bilər, 3 pi ola bilər, 5 pi ola bilər. Biz pi-dən götürək. Pi 180 dərəcə olur və bu da kosinusu mənfi edir. Mən onu kvadrat tənliyi kimi götürüb açanda belə bir şey olacaq. İndi bunun kvadratı bərabərdir y1. Təbii ki, modulun daxilində, çünki bilinmir nəyin nədir. Modulun daxilində y1 çıx y2 modulu yazırıq. Bunun kvadratı buna bərabər. Burada y minimum bərabər olur y1 modulun daxilində çıx y2. Bunlar da belə bir dənə düsturumuz var idi. Biz i-yi ən birinci ümumilikdə baxırıq. I-yi biz nə ilə ifadə edə bilirik? Yaza bilirik ki, i vurulsun c. Burada c işıq sürətidir. Burada v, w enerji sıxlığı deməkdir. Enerji sıxlığının y ilə, intensivliyi ilə ifadəsi belə olacaq. Yazırıq epsilon 0. Bu arada bu düsturların isbatını zaten heç eləməyəcəm. Bunlar çox asandır. Promoyu hamısını yazacağım, yerinə qoyacağım və deyəcəm. Epsilon 0 y kvadrat bölünsün 2 olur. Buradan da i bərabər olur. V'yi yerinə qoyaq. Epsilon 0 vurulsun c bölünsün 2 vurulsun epsilon kvadrat. Burada görürük ki, i y'nin kvadratı ilə düz asılıdır. Buradan da belə bir dənə tənlik almışdıq. Y-nin kvadratı, y1, y2. Buradan y-max'ları, daha doğrusu bu kvadrat düsturundan yerinə qoysuq, olur y-nin kvadratı ilə epsilon 0 c bölünsün 2. Bu kəmiyyətlər sabit olduğu üçün heç nə deyəmirəm. Bərabər oldu. Mötərizə daxilinə alacağım.
epsilon 0c bölünsün 2 vurulsun. Bu arada maksimum və minimum üçün baxırıq. Max y1 bir mötərizə daha plus y2-nin kvadratı. Buradan y1 plus y2-nin kvadratı kimi baxsaq, belə bir ifadə alınır. Bura ümumilikdə i max olur. I max bərabərdir. Hər biri üçün i1 plus bunu açanda da yəni bunun kvadratı vur bu i1 plus i2 bunun kvadratı vur bu plusdakı burada belə bir şey var. 2 kök altında i1 i2 mən artıq yoruldum, ona görə də yalnızca bunu demiş oldum. Yəni məntiqi başa saldım sizə, siz qalanını eləyərsiniz. Sağ olun, abunə olmağı unutmayın. Bir sonraki mövzu üçün yorumları doldurmağı unutmayın.